Sədəqə o şeyə deyilir ki, insan qürbət, yəni Allaha yaxınlaşmaq məqsədi ilə öz malından sərf edir. Sədəqə ifadəsi adətən müstəhəb sərfiyyata deyilir. Vacib sədəqə üçün zəkat ifadəsindən istifadə olunur. Deməli, vacib sədəqə odur ki, sən öz malının bir hissəsindən xüsusi şərtlər əsasında xüsusi kəslərə verəsən. Zəkat, xums və fitrə zəkatı buna aid edilir. Müstəhəb sədəqə isə odur ki, onun xüsusi miqdarı olmur. İnsan öz malından istədiyi qədər Allah yolunda yoxsul və ehtiyaclı kəslərə verə bilər. Tövbə surəsinin 104-cü ayəsində oxuyuruq. Məyər onlar bilmədilər ki, Allah şəxsən bəndələrindən tövbəni qəbul edir. Və yəxuzus sadaqat və sədəqələri götürür. Nə maraqlı ifadədir. Allah özü sədəqələri götürür. Yəni sədəqə verən kəs bu müamiləni şəxsən Allahla aparır. Sədəqə halal, yaxşı və sağlam bir şey olmalıdır. Gizli şəkildə sədəqə verməyiniz daha üstündür. Sədəqəni əziyyət və minnətlə verməyin. Gərək tam şəkildə xalis və səmimi niyyətlə verməlisiniz. Biz gərək sevdiyimiz şeylərdən sərf edək. Artıq kimsəyə lazım olmayan, ehtiyac duymadığımız, eyibli və bu qəbil şeylərdən yox. Sən özünü əlindəkinin həqiqi maliki təsəvvür etməməlisən. Sən özünlə Allahın məxluqu arasında sadəcə bir vasitəsən. Tövbə surəsinin 60-cı ayəsinə görə sədəqə yoxsullara, miskinlərə, muzd və zəhmət haqqı məqsədi ilə zəkat yığanlara, muəlləfətu qulubuhum hesab edilənlərə, yəni təşviq və yardım məqsədi ilə kimlərinsə qəlblərini İslama qarşı isti və hərarətli etmək üçün, qulları azad etməyə, borc altında qalan və ödəməkdə çətinlik çəkənlərə, Allah yolunda sərf etməyə, yəni ilahi məqsədlərin inkişafı və güclənməsinə, bir də yolda qalanlara düşür. Sədəqə təkcə küçədəki dilənçilərə 20-30 qəpiyi vermək deyil. Bunun mənası daha dərindir, daha aktualdır. Qurana görə sədəqənin 2 qırmızı xətti var. 1. Sədəqə riyakarlıq və özünü nümayiş üçün verilməməlidir, yoxsa elə əvvəlcədən batil hesab olunur. 2. Sədəqədən sonra minnət və əziyyət olmamalıdır. Bunun heç bir dəyəri və savabı da yoxdur. Qurana görə sədəqə verərkən 2 üsluba riayət edə bilərsiniz. 1. Gizli sədəqə. Bu həm insanı riyakarlıqdan qoruyur, həm də qarşındakının abrını qoruyur. Eybi yox, qoy bunu bəşər bilməsin. Allah ki bilir. 2. Bir də var aşkar sədəqə. Bu da sadəcə cəmaatı yaxşı işlərə təşviq və dəvət etmək üçündür. Sənin məqsədin yalnız insanları yaxşı işlərə cəlb etmək olmalıdır. Öz şəxsi mənfəətini güdmək yox. Sonda bir daha deyim ki, sədəqə təkcə mal və pul vermək deyil. Sədəqə ehtiyaclı insana fayda verəcək əhəmiyyətli bir şeyi onunla bölüşməkdir.